pişik kimi qadınam. Sığalı çox sevirəm. Dumarı çox sevirəm. Sevilməyi çox sevirəm. Bunları həqiqətən bütün qadınlar sevilməyi çox sevir. Amma mən elə bilirəm ki, onlardan daha çox sevirəm ki, mən sevilmək istəyirəm. Elə ki, sevilməyə acam. Tox deyiləm də, acam. Bilmirəm, belə deyir, səni görüm yarım yasan. Yarımamazlığımdan gəlibdir bu şeylər. Səni bu dəqiqə sevən var? Məni sevən ola bilər, belə insan olaraq da sevənlər çoxdur. Əlbəttə ki, var. Belə həyatında? Sevən var. Tam istədiyin kimi mi sənə yanaşır? Yox. Xoşbəxt eləyirmi səni? Yox. Yox. Qətiyyən. Necə incidir səni? Nədə onun incitdiyi? Nə edir ki, sənin qəlbin ağrıyır? Bilməm, xoşbəxt ola bilmirəm. Özünə də deyim. Xoşbəxt ola bilmirəm. İstəyərdin ailə qurarsız. Mən hər gün dediyim söz odur əslində. Hər gün. O gün olmasın ki, o sözü deməyim. Ona deyirsən. Hə. Nəinki demək? Hətta bir də görsən ki, otururam, özüm evdə olanda qışqırıram. Mən xoşbəxt olmaq istəyirəm. Mən xoşbəxt olmaq istəyirəm. Bəs səni... Bəlkə də inanmazsınız siz mənə. Özü bilir. Bəs nə edir ki, səni o xoşbəxt eləmir? Hansı hərəkətlər səni xoşbəxt eləmir? Nə bilim... İndi də bir cür xoşbəxt olmaq olardı. İndi də müğənniyəm. Bəlkə də müğənni olmasaydım, daha hər şey başqa cür olardı.